Öncelikle selamlar, saygılar. Vətəndaşlarıma, dostlarıma çok hoş gəlmisiniz, səfalar gətirmisiniz. Hiç beklemiyordum. Sıcak olmaz. Heyrətul bu suretin gördükdə lal eylər məni. Bu videoda da Yasna ile beraber güzel bir yere gidiyoruz. Bakacağız. Yasna da bu arada güzel sanatçı. Bazı müzik aletlerini çalıyor. Şimdi çocukları da göreceğiz. Sanatçıları da göreceğiz. Gidelim mi Yasna? Gidelim. Tamam. Sevgi çox böyükdür, bir vətən kimi. Mən onu sinəmdə dolandırıram. Sinəmdə nəfəsdir, damarımda qan, gecənin bağrında parıldayan dan. Sevgi çox ağırdır, sevgi savalan. Mən onu çiynimdə dolandırıram. Cani, Ustad Yaşar Pasbanın qrupundan görək. Səhnədə görəndə uşaqları görürük ki, sinniləri azdır, qəddiləri sinnilərinə görə təbiidir, xub beləcədir. Vəli müşəxxəsdir ki, düşüncələri yuxarı və istedadlı bir cəmiyyət.
olacaq, bir icramız qalır. Yeri var ki, bərnamənin əvamilinin tək və təkindən təşəkkür ediyor. Amma işi qrup çox zəhmət çəkir və bu səs və bu təsvirləri ki görürsünüz, bu əzizlərin zəhmətidir. Gruh fənni mühəndisi صدای مسعود و گروه تصویر سینمانın və tamam əvamilin iftixarına bir gözəl əl salın. Arzularımdandılar ki, yukarıya zəfərlərinizə gözəl əl salın. Gördüğünüz gibi Tebriz'de güzel bir etkinliğe katıldık. Buradaki çocuklar, gençler de güzel sanatlarını sergiliyorlar. Şimdi yeni bir gösterisi de var. Onda bir kısmını telif yemeden gösterelim. Şimdi bu çocukları, gençlerimizi ödüllendiriyorlar. Vallahi Tebriz'imize ben gururlanıyorum. Güzel bir yer, harika bir yer. Azerbaycan'da çok yetenekli çocuklar var, gençler var. Buraya gelmenizi tavsiye ederim. Nilay Rəcəbpur ve Daniel Cəfər. Bu evden gəlsə, Aileler de gelmişler çocuklarını. maşallah, Güzel maşallah. sanatlarını. Dayana biləsiniz de orada səhnədəki axırda bahırlıqda bir əssalam. Çiçekler de veriliyor sanatçılarımıza. Pasbanın o birisi grubu Səhənd Nur Muhammed Nejad, Məhla Ali, Bu Dəniz çocuklar, Səfacı, gençler Sədra Xeyruz, büyüdüğünde Azerbaycan'ımıza gurur olacaklar, gurur kaynağı Əbulfəzl olacaklar. Rezazadə, Kimya Əhmədiyə Əsd, Səmin Muhammed Beylu. İftixarlarını bir gözəl əl çalın. Ustad Dərgahın hünərzuları Nardin Cəfəri və Adrin Mahirin iftixarına əl çalın, təşrif gəlsinlər. Maşallah. Və Ustad Əfşarın hünərzuları Elay Təğizadə və Elin Təğizadə sizin təşviqlərinizdən təşrif gəlsinlər səhnəyə. Maşallah. Şu güzel kızımız da çiçeğini hocasına takdim etti, sağ olsun. Bunlar da iki kardeş. Ödüllendirdiler. Əzizlər, çox sağ olun.
Bu qalı yaraldan, bu səhnəni yaraldan bütün əzizlər, xanivadələr, uşaqlar, ustadlar, Ustad Həsənzadə və tamam əvamil ki, burada huzurları var və bu gözəl ləhzələri bürəmizə yaraldılar. Hamısı layiqi təşviqdirlər. Vicdanlar, çalın iftixarlarına. Anası geldi, çiçeği verdi. Bərnamə sona çatdı və gələn görüşə tələsirik. İnşallah ki, Ustad Həsənzadə himmet eləyərlər şahid 6 aydan bir şahid. İmkanı olsa əgər bu ittifaqlar çox olsun və yine tezlikdə görək bu ləzi. Öz iftixarınıza bir gözəl əl çalın, qadir və müteal Allah'a tapşırırız. Şu çocuklar harbiden bizim gururumuz. Azerbaycanımızın gururu. Sanatçılarımız, büyük hocalarla beraber eğitim alıyorlar. Büyük hocalardan eğitim alıyorlar ve güzel işler yapacaklar. Azerbaycanımızın geleceği bunlar. Şu etkinliği, güzel etkinliği, şu güzel etkinliği yaratanların birisi Vahit Bey, Vahit Ağa'yı çok sağ olsunlar. Bizi de davet ettiler. Şu etkinliğin hakkında bir kendileri tanısın ve neler oldu, ne oldu ve İran'da, Tebriz'de hangi zamanlar böyle bir etkinlikler olacak. Biz de yine geleceğiz. Bizlere bunun hakkında bir söylesinler. Neler olursa, ne olur. Salam dəyərli görənlərə, mən Vahid Ağayəm. Amuzuşgah Sarəncin konsertinin aparıcısı. Bu bərnamələr illərdir ki, Təbriz şəhrində və İranın hər yerində qurulur və bunları bir yerə yığmaqdan hədəf budur ki, səhnəni təcrübə eləyib və ləzzət aparsınlar və özlərini qorusunlar və özlərini becərsinlər ki, böyük səhnələrdə olsunlar. O cür ki, bilirsiniz, böyük kişvərlərdə, Avropai kişvərlərdə böyük orkestrlərin icrasından qabaq, bir tədad kişvərlərdə, məsələn, Bolğaristan təkin kişvərdə, orf musiqiləri onlardan qabaq çıxarlar və icra elərlər və bu bir pəyam yetirər ki, o böyük nəvazəndələr ki görürsünüz, o böyük artistlər ki səhnədə görürsünüz, onlar hamısı buradan başlayıblar. Orf musiqisindən və cıqqılı səhnələrdən başlayıblar, idamə veriblər və böyük səhnələrdə dayanıb və ulduz təkin parıldayırlar. Ustad Həsənzadə və Amuzuşgah Sarəncin də belə bir hədəfi var və istəyir ki, bu uşaqları indidən ümid versin, indidən örgətsin bilələrinə səhnədə olmağı, təmaşaçını görüb və onlardan hiss alıb, onlara hiss intiqal verməyi örgəşsinlər və belənciliklə gələcəklərin və öz gələcəklərin və musiqinin gələcəyin təzmin eləsinlər və görsətsinlər ki, musiqi həmişə diridir, nə qədər basqın olsa, nə qədər sıxıntı olsa, musiqinin səsi həmişə gələr olacaq və hamının qulağına çatacaq. Çok sağ olun ustad. Yaşayasınız. Var olasın. Sağ olun. Burada da güzel çaydanımız var. Ketelimiz var. Yani Türk olarsan da çay içmesen olmaz. İstediği yani Türk'ün dermanı çaydır. Ama ben çay içmiyorum. Belki ben çakma Türk'üm. Bilmiyorum ki neden çay içmiyorum. Sıcakmış öyle mi? Hiç beklemiyordum sıcak olmaz. Selamünaleyküm. Necəsiz?
فرهنگ و هنر، شهری با نمای موسیقیای عشق و ایمان و دلبستگی، عشق و دلدادگی به خاک و مان وطن. پدران این سر Mən aşiq و divanə uşaqlar əli daşdı, çıxdım yenə meydana. Təvəkkəltü aləllah. Düşdüm həvəs-i silsilə-i zülf-i nigarə, oldum yenə divanə. Təvəkkəltü aləllah. دور چطوره حال و احوالت؟ یکم تن خسته راهی غبار رو پر و بالت. فرشته اومدی از دور
خوابیدم میدونستم میای حالا تو رو من خواب میدیدم چه اومدی پیشم تو هستی این یه تسکینه چقدر آرامشت خوبه چقدر حرفات شیرینه Çox gözəl, çox canlı və həyəcanlı başlanış. Əzizlərimizin bir hədiyyələri var ustadlarına, Ustad Əhmədzadəyə ki, istəyirik ki, sizin alqışlarınızla bu hədiyyəni təqdim eləsinlər ustadlarına. İftixarlarına ən çalın. Ustadların xidmətinə ustadları burada görürəm, valla danışmaq bunların huzurunda biraz yaxşı olmur biləməm. Ərz eləyim, bu konserti qarqaha ki, büyün bərqüzarı olur burada. Demək olar, 3-cü seansıdır. Yəni, əvvəl seansla 2-ci seans müxtəlif nəvazəndələr və müxtəlif qonaqlardılar. Yəni, siz də onları bilirsiniz, bizə əzizsiz hamımız. Gözəl cüməni bizim ixtiyarımızda qoymusunuz, istirahatınızdan vurmusunuz və uşaqların konsertinə təşvik etmişsiniz. Bunları da balıpər veririk bu huzurunuzla və bizə çox ərzişməndidir bu. Unutma görüş yeri tək, ilk bahardayam yar. Gəl, vəfadarım mənim, ilk baharım mənim, eşqinlə görmüşəm səadətimi. Məndən dönsən əgər, ayım, günəşim sönər. Könül verdiyim, qoru məhəbbətimi. Gözəl hünərməndilərimiz,
Payız sənə bənzər, sənsə bahara, yerişin payızdır, duruşun bahar, sən bir an baharsan, bir ansa payız, hüzünün payızdır, gülüşün bahar. Gətir əllərini, gətir səsini. Güzel dostlarım, gördüğünüz gibi sabah buraya geldik, etkinliğe katıldık ve şimdi de ben biraz erken çıktım çünkü başka bir yere gitmem gerekiyor. Orası da çok bambaşka. Bildiğiniz gibi Tebriz'de sanata, şiire, musikiye, müziğe çok önem verirler. Şimdi videonun sonuna kadar benimle kalın. Çünkü gittiğim yer çok harika, bambaşka bir yer. Dostlar gördüğünüz gibi müzik salonundan çıktık. Şimdi tiyatroya geldik. Köroğlu Tiyatrosu şimdi Tebriz'de sahnede. Buradan da birkaç tane görüntü aldım. Ama başka bir yere de gitmeliyim. Çok harikulade yer. Orayı hiç kaçırmayın. Videonun sonuna kadar bizimle kalın. Öncelikle selamlar, saygılar. Vatandaşlarıma, dostlarıma çok hoş gelmişsiniz. Sefalar getirmişsiniz. Şimdi Kafa Gramofon'a geldim. Burası hem kafe hem de müze. Ama bazı geceler burada sanatçılar da toplanıyorlar ve sanatlarını da gösteriyorlar. Ondan dolayı buraya geldim ve sizler için video alacağım. Bizimle beraber olun.
Sənətdə özümü səcdədə gördüm. Qal içrə qəmim yox, üzüm olsun sənə sadiq. Eşqi vardı Şəhriyarın, güldü, çiçəkli. Əfsus, qəza vurdu, xəzan oldu bahar. Heyrət olbud surətin, gördükdə lal eylər məni. Heyrət olbud surətin, gördükdə lal eylər məni. Surəti xalid görəm, surət xəyal.